Bunun içində rəziyyə nə istiot qarışıqdır, qara istiot, Duz. duz istiot, rəziyyə. Uşaqlar belə xoşlayır. Kızlar baseynə su vururuq. Bu tərəfdən su açılmalıdır. Görüm, gəlir bu tərəfə su. Dəmir dümürü aparırlar ki, o tərəfdən suyu bağlasınlar. Şükür Allaha, su gəlir. Baxın, burada arxdan gəlir. Burada belə su burada yığışır. Orada setka var şeyin ağzında. Sonra buradan da axır bura.
Baxın belə. O üstündəki o zirzibildə bu tam dolandan sonra o üstündəki zirzibili ki daşdırırıq da. Basen daşanda üstündəki zibillər gedir. Biz çox narahat idik ki, su çox bulanıq gələcək. Yəni gözlürdük ki, lil gəlsin də. Çünki neçə gün suları kəsmişdilər. Ləzzədə baş verən sürüşməklə əlaqədar. Orada bilirsiniz ki, artıq deyəsən 3-cü sürüşmədir bu yay ərzində. Yəni orada sürüşmə oldu. Hamısı gedir, o palçıqlar tökülür çaya. Çaydan bu sudakı bizə çaydan gəldi, dağ suyudur. Yəni biz də qalmışdıq belə narahat idik ki, suyumuz da azalmışdı ki, biz qaldıq susuz da. İndi şükür Allaha ki, su gəldi. Yəni gözlədiyimizdən də duru gəldi su. Yəni bu demək olar ki, duru sudur da qızlar, baxın. Yəni su çox durudur belə indi zibillər. Yəni arx suyuna baxanda heç başqa vaxtda belə duru gəlmir. Gedək indi o tərəfdən çəkəcəm sizə, bizə hardan bağlayırıq suyu. Baxın. Bu tərəfə gedən su bağlanmalıdır ki, az da olsa onsuz tam bağlaya bilmirik. Bağlanmalıdır ki, bizə yaxşı su gəlsin. Neynəcəz, bağlaya bildiniz suyu? Havalarımız axır ki, biraz isindi. Donurduq yoxsa. Qonşu geçsin, o tərəfə gəlib oranı çəkərəm. Bizim Luna Parkımızda bir dənə də yelləncək əlavə olunub. Yoldaşım ya burada bekar qaldıqca yelləncək düzəldir bizə. Baxın, belə uzun bir yelləncəkdir. Xeyli göyə çıxır. Yəni oturum yerlənə çəkim sizə. Bismillah. Smarodina var ki, Aliş, sen ne yaparsın orada? Yoxdur. Yetişib ki o. Qaraları var, gəl yaxından bak. Orada da həşərat var, onun yanında qaraları var. Gəl bu həşəratı yaxından. Baxın, bu bitki qızlar deyirlər zəhərli bitkidir. Buna oxşayan bir iki dənə bitki var. Baliqalovdur, bilmirəm. Bu baliqalovdursa əgər, bu zəhərli bitkidir. Buna ehtiyatlı olun. Uşaqlar, siz də dəyməyin buna. Yəni 3 cür bitki var, üçü də bir-birinə oxşuyur. Onlardan biri baliqalovdur, o deyirlər zəhərlidir. Buna əl vurmayın, yaxşı, dərməyin bunu. Düz biz uşaq vaxtı özümüz dərirdik, amma onu da bilmirdik də. Bizi Allah saxlayır. Hə, Başıma tutlar yapışdı. götür ye. Üfür ye. Baxın qızlar, burada arx 2 yerə bölünür bu hissədən. Görürsünüz? Yəni oradan bu tərəfə gəlir. Bu tərəfdən də bizə gəlir. Bağlamışıq ki, buradan bizə su gəlsin. Baxın, belə. Bunun hamısı bizə gedən sudur. Buradan. Bu da ki, buna baxın, nanə.
Bundan biz doğğa pişiririk. Buna biz purni deyirlər ləzgilərdə. Yabanı nanədir. Spesifik iyi var. Qızlar, kəndin adını bir çoxları soruşur. Deyir, hansı kənddir, hansı kənddir. Elə Qusar rayonu olduğunu bilir, məncə bu bəs edir. Mən demək istəmirəm. Bəzilərinə qəribə gəlir, kəndi demək istəməməyim. Sadəcə təhlükəsizlik məsələsinə görə mən düşünürəm ki, yəni buna haqqım var da deməməyə. Onsuz da bunu bilib bilməmək nəyə dəyişir ki, belə baxanda. Əsas rayondur, yəni Qusar rayonunun kəndidir. Yəni belə qaldığım lokasiyanı demək, hər yeri göstərmək məncə bu düzgün deyil, təhlükəsizlik cəhətdən. Axşama ha fikirləşdik ki, nə yeyək? Axırda qərarlaşdırıq ki, yenə toyuqla kartof yeyək. Uşaqların sevimli yeməyi. Başqa heç nəyə yaxın durmurlar. Sarkök də əlavə eləyirik. Belə. Bugün yorğun gündür. Qablara su yığıb saxlamışıq ki, o biri su durulana kimi suyumuz olsun. Buralar da iki küləyinə günə qoyub. Deməli, burada bizdə bu navesin taxtalarına taxta biti dadanıb. Keçən ildən elə belədir. Hər gün buranı silib yatsaq da, silib süpürüb yatırıq. Səhər durub görürük, hər şeyin üstü belə apilkadır. Taxtaları yeyirlər, apilkasını tökürlər başımıza. Ona görə buraları belə, baxın, bu belə tozlu mozlu belə görürsünüz, bu hamısı apilkadır. Yəni nə qədər silib süpürülsə də apilkadır. Bu yanda hava küləkli idi, bütün yarpaq falan hamısı gəlib bura. Açıq navesdir ona görə. Xərəyi də pişiririk bu arada. Kartofu. Xərək bizdə universaldır da. Həm çörək pişiririk, həm toyuq pişiririk, sonra yəni nə gəldi? Çox qəşəng də pişirir. Hələ ki toyuğu lap super pişirir. Pizza da qəşəng pişirir içində. Bu taxta məni gözləyir. Baxın bu. Ki mən bunu qırım. Belə paletlərdən bizdə çoxdur. Bunlar kleyli taxtalar olduğundan ancaq samovar üçün yarayır. Başqa bunda kabab pişirməyə heç bir şey olmur da. Ancaq bunları samovara doğrayırıq. Bunlar da bizdə çoxdur deyə. Sadəcə indi doğramıram ki, hava istidir. Tərliyib eləyərəm. Sudakı təzə vurmuşuq baseynə. Yeməyimizin bişməyinə çox az qalıb. Qızlar öz bişməyində olsun. Burada bacım soğanla göyərti doğrayıb. Üstünə tökməyə yeməyi. Bir də burada qonşudan malina almışdıq. Əvvəl istədik el-belə verək. Gördük malina şirinliyi azdır. Ümumiyyətlə malina da adətdir də, yəni. Çox redki hallarda malina şirin çıxır. Qız puşkanı yandırım. Hə. Biz də fikirləşdik ki, elə ondan sonra onları belə bir sok düzəldək bundan. Bura biraz pesok qatdım. Sonra da belə süzgəcdən, baxın belə süzgəcdən keçirdim. Tumlarını çıxardıram. İndi qalanı da süzgəcdən keçirəcəm. Sok kimi, natural sok kimi içsinlər. Düzü tərkibində pesok var, amma yenə də alınmalardan daha yaxşıdır. Belə bir variant elədik. Burada da özümüzə biraz yeməyi saxladıq. Yeməyimiz hazırdır. İndi uşaqlara bölüşdürürük. Yaxşıca quruyub. Əsl biz istədiyimiz kimi yaxşı quruyub. Kompot da hazırdır. Baxın. Bizim suyumuzu kəsmişdilər bayaqları. Az qalıb dolmağa. Gəldik, baxın bu dəmirləri qoyduq. Bunları qoyduq. Hava qaralıb artıq. Şükür Allah. Gedir deyəsən. Biraz gedir. Az qalıb, lap cüzi. Biraz üstündən daşsa, söhbəti qutarır bu su söhbəti. Payımız budur. Biz elə buradan yedik piramı.
Bu gün suyumuz azdır, qab-qacaq bulaşdırmırıq. Bir də ən dadlısı budur. Acından bu gün ölürdük biz. Yeməyi yeyib qutardıq. İndi burada su gəlir həyətə. Deyirəm, burada biraz soyuqam, yumuşalsın. Çox estetikli videolar istəyənlər bu kanalı izləməsinlər. Bizdə hər şey təbiidir. Estetik kanallara getsinlər. Belə qoyacağım, yumuşalsın. Quyu dolub ağzına kimi. Göstərim. Arxadan açmışıq. Baxın, bütün bu zibillər var. Bunlar hamısı, yəni bu su daşdıqca hamısı təmizlənəcək, gedib oradan çıxacaq. Əlhəmdülillah ki, doldu. Şükür Allah'a. İndi arxayın. Su olmayanda adam arxayın ola bilmiş. Baxın, buradan su axır. Baxın, görürsünüz. Oraya həmişə probka vururuq, tulka ilə bağlayırıq. İndi oranı açmışıq ki, su daşsın, tökülsün üstündə nə zibil varsa. Gecə də yaxşı çəkə bilmirəm. Suyun dalında da o qədər adam var, inarsınız. Burada uşaqlar üçün də belə qazanda su qoymuşuq. Təmiz su qoymuşuq ki, əllərini yumağa bu boşalanda oradan töksünlər. Axır ki, bugünkü qarışıq günümüz sona yetdi. Əlhəmdülillah. Əsas odur, su gəldi. Gəlin sizə bugünkü alışverişimizi göstərim. Deməli, kartof almışıq. Burada hardasa 5 kilo yaxındır. Bəlkə də çoxdur. Bir də belə xırda kartofdur. Bunu xərəyə tökmək üçün, qovurmaq üçün almışıq. Sonra burada ətdir. Əti daha göstərmirəm. Hardasa 60 manatlıq ət var. Belə soğan var. Çox gözəl soğanlardır. Buna uzağı qoyub. Sonra pomidor. Pomidor bizdə 1 manata, 1.50-yə fərqli qiymətdədir. Qusarda. Biber var. Burada nədir? Badlıcan. Göy-göyərti olmazsa olmaz. Burada şəkər tostu. Rəsiski pesok deyəsənlər. Makaron. Uşaqlar olan evdə makaron işıq sürətli olur. İnansız bizə hər gün yalvarırlar ki, makaron pişirik. Hələ biz az pişiririk. Belə qazlı sular var. Bu Banakova niyə almırsan? Banakova biz almırıq. Bu mama bilməyib alıb. Banakova mən almıram. İlbaykotlu deyir. 2 dənə də badamlı. Bu hərdən bir də görsən səhərlər mədədə ağlıq olanda adam belə qazirovun nəsə istəyir, ona görə almışıq ki, evdə olsun. Belə sarı qız götürdük bir paçka. Sonra burada güclə axtarıb tapdığımız gavalı qurusudur. Əvvəllər o qədər bu bizdə olurdu. İnanırsınız, nənəm qurdardı həmişə. Krışanın üstündə qurdardı həmişə. Yəni bunu belə pis çıxmasın, adam yerinə sayan yox idi o vaxt bu gavalını. Yiyilmirdi. Ən sevilməyən qurulardan idi. Amma indi bunu biz təsəvvür edin, tapa bilmirdik. Kənddən neçə nəfərdən soruşduq, tapa bilmədik. Mama axır bunu bazardan aldı, 5 manat alıb. 5 manat idi, 5 manat alıb kilosunu. Bu həzm sistemi üçün uşaqlara. Belə bulkulardır. Burada nə var? Hoş beşin xəşli. Belə konfetlər var burada. Bunlar mənim konfetlərimdir. Mən xoşlayıram bunun içini. Burada belə konfetlər. İris mamanın sevimli konfetlərdir. Bunlar burada 9 manat 89 qəpik idi. Bu arada xoşbeşdə palma yağı yoxdur. Ona dəqiq bilirəm palma yağı olmadığını. Yəni siz də rahatlıqla ala bilərsiniz. Belə bir dənə sabun alıb mama uşaqlara.
evdə uşaqlar varsa ziyanlı şeylər mütləq olmalıdır. 2 dənə belə kukumuz. Həyətdə oturub yeməyə bunlar yaxşıdır, baş qatmaq. Bir də qızlar belə tualet kağızı aldıq. Onun içində 32 dənədir, 10 manata aldı. Dedi, ən ucuzu bu idi. Yaxşı almışsan 10 manata. Tualet kağızı, bir də ki, burada yenə də pomidor var. Bunları artıq çıxartdıq kloklardan əzilməsin deyə. Bunları 1 manata alıb mama, pomidorları. Yaxşı alıb məncə. Belə bu qədər, bugünkü bazarlığımızdan bu qədər. Patlıcanlar düşürük artıq. Arasında çürükler varsa çıxardım. Kızlar, son zamanlar videolarda danışmaq istəmirəm. Hiss edirsinizsə, son gücümdən danışıram. Həvəssiz. Elə videolar var ki, orada danışmasan olmur. Gərək danışasan, neysə izah eləyəsən, deyəsən. Atım. Bu soğanlar çox yumşalıb. Bunları aparacağım ki, orada birinci bunları istifadə edeyim. Badımcan çox yiyilmir bizdə. Ən çox mama xoşlayır bunu, badımcanı. Ona görə belə hər dəfə alınır, çox yoxda. Bir görsən xarab olur. Gec yeyilir deyə. Bilmirəm, bura qoyun, soyuducuya qoyun. Hələlik qalsın burada. Belə kasetlər lazımdır. Plastik qablar olsa yaxşı olar. Böyle. Orada var, mənim gözüm hara baxır. Ora baxın, orada var. Heç mənim xəbərim yoxdur. Onu götürüm. Deməli, burada içəridə yəqin sıçanlar olur. Buna baxın. Gavalı tumları. Qırıblar, içini yiyiblər. Təsəvvür edin, buna baxın. Gör necə tumların içini qırıb yiyiblər. Dəhşət deyə bu sıçanlar. Onu gündən uzağa qoyaq. Belə yerbəyər elədim. Pomidorlar hələ ki, bunlar burada qalsın. O birisləri indi padnosa yığacağım. Digər pomidorları. Burada da şaftaldı. Qabın içine qoydum belə. Yer görün nə gündədir buralar. Süpürəcəm. Bu qabların içində su yığmışdıq. Təmiz qablar olduğuna, içməli su. Biz ki quyuya su vuranda oradan duru suyu çıxardırıq. Əlimizdə yəni işlətməyə su olsun deyə, həm içməyə, həm də ki qab-qacaq yumağa. Ona görə bunların ikisinin içində hələ ki su var. Yoxsa bu xəmir yoğrulan qablardır. Paketler. Neyse, bunlardan kurtulmuş yoxdur. Bakın, yandırmağa. İndi buranın qızlar yüngül var, bir dənə süpürəcəm. Çox süpürməyəcəm dərindən, çünki yerdə sular var. Toz falan çox qalxmasın deyə. Biraz suluyum.
Hələ ki buranı belə biraz yığışdırdım. Burası sizə belə çox qarışıq gələ bilər, amma birincisi burası skladdır. Əslində sklad eldə qarışıq olur. Əslində biz buranı keçən illəri, yəni bu polkaları baxın, bunların hamısını mənlə bacım düzəltmişik, ikimiz bir yerdə. Biz buranı çox səliqəli vəziyyətdə qoyub getmişdik. O qədər səliqəli idi ki bura. Sonra biraz həyətdə təmir işləri oldu, hamamda falan təmir işləri falan. Buralar belə usta gəldi və biraz qarışdı. Yəni biz yanında artıq belə qarışıq vəziyyətdə indi. Bir gün buranı inşallah ki səliqəyə salacağıq təzədən. Biz ayırmışdıq, yəni kateqoriyalara bölmüşdük bütün hər şeyi, plastik qablar, nə bilim instrumentlər. Amma yenə də hamısı qarışıb bir-birinə. İnşallah buranı bir gün ələ alacağıq. Hələ ki belədir. Deməli, pomidorları ayırdım. Baxın, bu padnosun içindəkilər hamısı bərk pomidorlardır. Bunlar amma çox təəssüf ki, yumşalıblar. Bir paketin içində çox olur, bir-birini əziblər. Halbuki bunlar alınanda, yəni bərk idilər. Yol gəlib eləyib, yəni o yan bu yan əziliblər. İndi bunları ayırdım ki, bunları gec işlədək. Bunları birinci istifadə edək, sonra bunları istifadə edək. Orada da biraz qalıb. Bu dəfə mama çevrişur çox alıb pomidoru. Çox əzilənlər də yəqin bacım deyir ki, bankaya qoyub tutacam deyir qış üçün. Heç nə, bunları da indi ayırıb aparacam sklada, əl altında bunlar qalsın işlətməyə. Baxın, bu qədər malina çıxdı, qızlar. Deməli, qışa malina saxlamağın ən asan yolu, bunu mən keçən ildən kəşf eləmişəm. Əvvəllər hazırlayıb, baxın, bu indi bizə yemək üçün biraz pişirmişik, burada yeməyə, çayına içməyə. Amma əvvəllər həmişə pişirib qoyurduq, yığırdıq ya butulkalara, ya bankalara elə qoyurduq. Amma bu ən asan yoldur. Misal üçün, baxın, belə alıram, elə yığıram paketlərə, atıram buzluğa. Buzluğa atandan sonra qalır, yəni qışa saxlayıram. Qışda, yəni nə vaxt mənə lazım olsa, biraz belə qopardıram, istədiyim qədər və yaxud hamısını. Yəni istədiyim miqdarda, yəni vacib deyil də, bu turş meyvə sayıldığından kiloya 2 kilo, ya kilo yarım tökmək vacib deyil. Yəni istədiyim qədər ağız dadına uyğun biraz şirin oldu, bəs eləyir. Bizdə ümumiyyətlə yoldaşım tərəf ümumiyyətlə turş mürəbbə çox sevirlər də, belə turş tamlı meyvələrdən. Ona görə də yəni istədiyiniz qədər şəkər tozu əlavə edirsiniz. Bax, elə arxayın içirsiniz rahatca. Yəni istədiyiniz qədəri çıxardırsınız, az çıxardırsınız, pesok qatırsınız, elə içirsiniz. Yəni çox məsləhətli bir üsuldur. Buzluqda yeriniz varsa əgər, rahatlıqla bunu eləyə bilərsiniz. Məndə 5 kisə alındı. Bir də bunu da bayaq dedim, bunu yeməyə hazırlamışam. İndi bunları atacağım buzluğa. İnşallah Allahın izindən qışda yemək üçün.
yer var burada. Uşaqlar. Bunlar müvəqqəti burada olacaq. Sonra bunları yoldaşım aparacaq. Qaynanam gilin dərin buzluğu var. Ora qoyacaq. Mənim yoldaşım ümumiyyətlə bunların xəstəsidir. Malina onun üçün nə bilim qışda qızıl qiymətinə olan bir şeydir də.